Ədəbiyyat qrupu Peçat Atvetlər. Zarafat eləyirəm. Həriyə bir dənə maraqlı cümlə quracaqsınız. Görək bu neçə ayda, sonuncu dərs günümüzdür. Görək bu neçə ayda nə öyrənmişsiniz. O qədər oxuduğunuz kitabdan, əsərdən bir dənə maraqlı cümlə seçin. Humoristik də ola bilər, nə bilim bir poetik də ola bilər. Baxır da nə istəsəz deyə bilərsiniz. Kimdən başlayaq desin? Kənandan başlayaq. Külək özü yaxşı bir ki, papağı tutmaq lazımdır. Oyda, sən neynəmişsən? Papağımı bəş saxla zaten. Mən dəqiq deyim. De. Yaxşı mən. Deməli, oğlan var oğlanlıqdan uzaqdır. Oğlan da var oğlanlıqdan uzaqdır. Oğlan da oğlanlıqdan uzaqdır. Oğlan da var oğlanlıqdan uzaqdır. Haytaz demək istəyirsən? Necə? Olanda dayanma, bitirəndə dayan. Bitəndə dayan. Şəbnəm deyirsən? De. Bəzi ulduzlar kiçik olduqları üçün deyil, yuxarıda olduqları üçün görünmürlər. Demək istəyirsən? Daha qafiyə bağlandı. Kim desin ondan sonra? Vüqar biləcəri dedi, mikrofon qoydular yerə. Hə, de. Niyyətin ara mənzilli ora. Niyyətin ara mənzilli ora. Sonra Orxan Löşbətanla birin dedi. Sonra başqa kim demək istəyir? Müəllimə deyirsiniz, deymirim. Ağlı cümlə. Deyir, bəziləri həyatları boyu qafiyə axtarır, amma heç həyatlar nahəngini tapa bilmirlər. O bilir ki biz kimiz. De görüm. İnsan öz taleyinin müəllifidir. Qəşəng. Hər kəs eyni göyün altında yaşayır, amma hər an üfüq fərqlidir. Ayşə de. Ayşə de. De, qorxma, heç kimə deməyəcəm, de. Sən de, sündülü balası. Qüvvət elindədir, başqa cür heç kəs üstünlüyü eləyə bilməz. İynəyin haqqın verməlisən. O çayın, o iynəyin, o suyun, o telefonun. Biz ölmək üçün yaşayırıq, yaşamaq üçün ölən insanlardan xəbərsiz. Qəşəng. Başqa kim demək istəyir? Son. De. Sürüklənən bəşəriyyət qadınla yüksələcək. Women. Sən niyə çağırsan? Sən cavab verməliydin, çünki qadın anadır. Ana qadındır, onu hatırladır. Onu hər oğlan bacarır da, məsələ o. Hə, yaxşı oldu, sağ olun. Yaxşı çıxış elədiniz. Belə, hamınızı uğurlar arzulayıram. Ən son cümləni də mən deyim, onlayn dərslərə qoşulmaq üçün. 055 597 0151-ə yaza bilərsiniz. Videomuz maraqlı gəldisə, kanalı da izləməyi yaddan çıxarmayın. Sağ olun.